Gördüğünüz kimi qızıl dəmirləri hamısını 3 bankaya ayırdım. Çünki daşma riski olmasın deyə. Elə bir çox olub bir bankada olsa daşa bilər. Reaksiyası güclü olsa. Ona görə daşmasın deyə 3 bankaya ayırdım. Anlamışdım. Yaxşı. Şimdi reaksiyalar bitti. Onu süzürəm. Süzməyə keçək. Gözləyək bu süzülsün. Video devam edər. Gördüğünüz gibi qızılı süzürəm. Şimdi bu qalana da su töküb təkrar süzəcəm. Sonra təkrar buna azot kisat atacağım ki dəmirlər ərisin. Şimdi bunun içine azot tökək. Güzel için qıtılım. Gördüğünüz kimi bütün qızıllar süzüldü. Hamısı bunların içindədir. Bir qismi buradadır. Pambığın içindədir. Bir qismi bura attığım pambıqdadır. Burada var. Görürsünüz. Hamısı qızıl qaplamalardır. Burada var. Biraz da burada var. Biz buna kalmayı sağlayabiliriz. Kaynak çimen su. Kaynak rahat bir yapışmasın diye. Sıcak bir yapışmasın. Kral suyu kaynıyor. Şimdi bunu süzməyə keçirik, süzək pambıqla.
İndi bu belə hamısı süzülsün. Videoya devam eləyək. İndi gördüğünüz kimi sulfamik kisatı hazırladım. İndi bu sulfamik kisatanı kral suyuna atırıq, kisatanı öldürsün diye. Reaksiyasını görürsünüz. Onu yaxşıca qarışdıraq, reaksiya olsun. Yaxşı olar. İndi kral suyuna bir qapaq gidrazin atırıq. Bir qapaq gidrazin atırıq. Bismillah. Gördüğünüz gibi. Rəng dəyişdi. Qızıl çökməyə başladı. Hava qaranlıq olduğu üçün yaxşı görünmür. Görsünüz karışım oldu. Opa. Kral suyu yaxşıdır. İndi onu gözləyəcək bir gün belə. Bugün indi hava qaranlıq. İndi gördüyünüz kimi qızıllar çökübdür. Bütün kisatanın içindədir. Dəyişdim. Buradan elə də görsənmir. Görsünüz torpaqlar var. Bir de kristallar var. O kristallar sulfamik kisatadır. Azot öldürən kisatanın soyuqdan kristallaşmasıdır. Heç nə yoxdur, yəni problemi yoxdur. Bunu bir dənə süzüb balaca bir kolbaya tökmək lazımdır hamısını. Birinci bu böyük suyu başqa qaba süzürük. Sonra torpağı buna tökürük. Sonra da elə qurudanda qazın üstündə o kristallar hamısı əriyəcək isti su tökəndə. Keçək onu eləyək. Bütün suyu bankaya tökdüm. Niyə bankaya tökürük? İstərsəmiz bunu az da olsa, toz şəklində də olsa qızıl gedir. Ona görə bunları bankaya töküb yığırıq. Sonra bu bankaları pambıqda süzüb kral suyu eləyik. Buradadır. İndi bunu balaca kolbaya alaq. Qaynadaq. Bu biraz açıldı rəngi. Süzürük.
Görürsünüz, indi daha bəlirgin oldu. İndi bunun içine qaynar su tökürük, qoyuruq ocağa qaynasın.